Ya Muhammed, peyğəmbərlərin bəzisinə üstün etdik. Bunlardan elə şəxs vardır ki, Allah onunla danışdı və bəzisinin dərəcəsini ucaltdı. Məryəm oğlu İsa'ya da açıq aydın möcüzələr verdik və onu Ruhul Qudus ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərdən sonra gələn insanlar özlərinə göndərilən açıq aydın dəlillərdən sonra bir-birlərini qırmazdılar. Lakin ixtilafa düşdülər. Onlardan bir qismi iman gətirdi, bir qismi də kafir oldu. Əgər Allah istəsəydi, bir-birlərini öldürməzdilər. Lakin Allah öz istədiyini edər. Ey iman gətirənlər! Alışveriş, dostluq və şəfaətin mümkün olmayacağı bir gün gəlməmişdən, sizə verdiyimiz ruzidən paylayın. Kafirlər özlərinə zülm edənlərdir. Allahdan başqa heç bir tanrı yoxdur. Diridir və öz zatı ilə qaimdir. O nə mürgü vurar, nə də yuxlayar. Göylərdəkilər və yerdəkilər hamısı O'nundur. Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər? Onların önlərində və arxalarında olan hər bir şeyi, keçmişi və gələcəklərini bilir. Onlar Allahın elmindən, Allahın öz istəyindən artıq miqdar dərk edə bilməzlər. Onun elm və qüdrəti göyləri və yeri öz əhatəsinə almışdır. Yeri və göyləri mühafizə etmək ona çətin deyildir. O çox uca və çox böyükdür. Dində zor yoxdur. Artıq haqq yol batildən seçilmişdir. Hər kim tağutu inkar edib Allaha iman gətirsə, o, qırılması mümkün olmayan möhkəm bir ipə əl atmış olur. Allah eşidən və biləndir. Allah möminlərin dostu və ixtiyar sahibidir. Onları qaranlıqlardan nura çıxarır. Kafirlərin dostları isə tağutdur ki, onları nurdan qaranlıqlara çəkirlər. Onlar cəhənnəm əhlidirlər və orada daimi olaraq qalacaqlar. Allahın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mücadilə edən şəxsi görmədimmi? İbrahim ona, mənim Rəbbim dirildir, həm də öldürür, dediyi zaman o dedi, mən də dirildərəm və öldürərəm. İbrahim, həqiqətən Allah günəşi məşriqdən çıxardır, sən də onu məğribdən çıxart dedikdə, kafir olan şəxs heyrətdə qaldı. Allah zülümkar qövmü hidayət etməz. Və ya damdivarı uçub batmış bir kənddən keçən şəxsin əhvalatını görmürsənmi? O, görəsən Allah bu kəndin əhlini ölümündən sonra necə dirildəcək? Dedikdə, Allah onu 100 il ölü saxladı. Sonra diriltdi. Allah buyurdu, nə qədər ölüm halında qalmısan? Dedi, bir gün və ya bir günün bir hissəsi qədər. Allah buyurdu, yox, əksinə 100 il ölmüş haldaydın. Bir bax, taamına və içdiyin suyuna, hələ də iyi və qoxusu dəyişilməmişdir. Və bir də öz ulağına bax, gör necə çürümüşdür. Beləliklə, səni insanlar üçün məad barəsində bir nişanə etdik. Sümüklərə bax, gör onları necə qovuşduracağıq, sonra da onları ət ilə örtəcəyik.
ona bunlar aydın olan kimi, bilirəm ki, Allah hər şeyə qadirdir, dedi. O vaxtı yadına sal ki, İbrahim dedi, Pərverdigara, ölüləri necə diriltdiyini mənə göstər. Allah buyurdu, yoxsa iman gətirməmişsən? Dedi, bəli, əlbəttə ki, inanmışam, lakin ürəyim rahat olsun deyə soruşdum. Allah İbrahimə buyurdu, 4 quş tut və onları öz yanında doğra. Daha sonra hər dağın başına onların bir parçasını qoy. Sonra onları çağır. Sürətlə sənin yanına gələcəklər. Bil ki, Allah izzət və hikmət sahibidir. Mallarını Allah yolunda infaq edənlərin sədəqələri 7 sümbül verən bir toxuma bənzərlər ki, sümbüllərin hər birində 100 tun vardır. Allah istədiyi şəxs üçün onu qat-qat artırar. Allahın rəhməti genişdir və hər şeyi biləndir. Mallarını Allah yolunda infaq edən və infaq edəndən sonra minnət qoymayıb əziyyət verməyən şəxslərin savabları Rəbləri yanındadır. Onlara bir qorxu yoxdur. Onlar qəmgin olmazlar. Xoş bir söz demək və bağışlamaq isə dalınca əziyyət verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyatsız və həlimdir. Ey iman gətirənlər! Malını insanlara göstərmək üçün riyakarlıqla sərf edən, Allaha və axirət gününə iman gətirməyən şəxs kimi sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə batil etməyin. Bu kimlərin məsəli üstündə bir miqdar torpaq olan bir daşa bənzər ki, gur yağış ona düşən kimi torpağa aparar və daş çılpaq qalar. Riyakarlar da etdikləri işdən heç bir şey qazanmazlar. Allah kafir olan qövmü hidayət etməz. Mallarını, Allahın razılığını qazanmaq və nəfslərini arxain etmək üçün infaq edənlərin sədəqələri uca təpənin üstündə olan bir bağa bənzər ki, ora gür yağış düşəndə barlarını 2 qat artırar. Gür yağış düşməsə belə biraz çiləmə də kifayət edər. Həqiqətən Allah nə etdiyinizi görəndir. Sizdən biriniz istərmi ki, içində xurma, üzüm, cürbəcür meyvə ağacları olan, altından arxlar axan bir bağı olub, uşaqları kiçik ikən ona qocalıq üz versin və birdən-birə odlu bir qasırğa ona düşsün və bağ yansın? Allah öz ayələrini sizin üçün bu cür aydınlaşdırır. Bəlkə düşünəsiniz. Ey iman gətirənlər! Qazandığınız pak şeylərdən və sizə yerdən, torpaqdan yetişdirdiyimiz şeylərdən infaq edin. İnfaq etmək üçün pis və yaramazın dalınca getməyin. Bir halda ki, onu əgər özünüzə versəydilər, göz yummadan almazdınız. Bilin ki, Allah ehtiyatsızdır. Həqiqətən həmd və sənaya layiqdir. Şeytan sizi yoxsulluqla qorxudar və sizi pis işlərə vadar edər. Allah isə sizə öz tərəfindən bağışlamaq və fəzl mərhəmət vədəsi verir. Allahın rəhməti genişdir və hər şeyi biləndir. Allah istədiyi şəxsə hikmət verər. Hikmət verilən adama isə demək olar ki, çoxlu xeyir verilmişdir. Ağıl sahiblərindən başqa bunu dərk edən olmaz. İnfaq etdiyiniz hər nəfəqəni və ya nəzr etdiyiniz hər nəzri Allah həqiqətən bilir. Zülümkarlar üçün heç bir köməkçi yoxdur. Sədəqələri aşkarcasına versəniz,
o necə də gözəl işdir. Və lakin gizlində olaraq onu yoxsullara versəniz, sizin üçün daha xeyirlidir. Sizin günahlarınızın bir qismini silər. Allah sizin etdiklərinizdən xəbərdardır. Onları hidayət etmək sənin öhdənə deyildir. Lakin Allah istədiyi hər bir şəxsi özü hidayət edər. İnfaq etdiyiniz hər bir malın xeyri özünüzədir. Amma onu Allahın razılığını qazanmaqdan başqa bir qəsdlə infaq etməmək şərti ilə infaq etdiyiniz hər malın əvəzi tamamilə sizə veriləcəkdir. Sizə əsla zülm edilməz. İnfaq Allah yolunda cihadda iştirak etmə səbəbi ilə dolana bilməyib sıxıntıya düşən və yaşayış xərcini təmin etmək üçün səfərə çıxa bilməyən yoxsullar üçündür. Onların iffətli olduqlarını üzündən tanımayanlar bu kimi şəxsləri varlı hesab edirlər. Ya Muhammed, sən isə onları üzlərindən tanıyırsan. Onlar israrla cəmaatdan bir şey istəməzlər. Onlara infaq etdiyiniz hər şeydən Allah agahdır. Mallarını gecə və gündüz, gizli və aşkar infaq edənlər üçün Rəbbiləri yanında əcirləri vardır. Onlar üçün heç bir qorxu yoxdur, qəmgin də olmazlar. Riba yiyən şəxslər qəbirlərindən ancaq şeytan toxunmuş müxəbbət adam kimi qalxarlar. Bu ona görədir ki, onlar dedilər, alış-veriş də riba kimidir. Halbuki Allah alış-verişi halal, ribanı isə haram etmişdir. Demək, hər kim Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə ribaxorluqdan əl götürsə, keçmişdə aldığı özünündür və işi Allaha aiddir. Yox, hər kim ribaxorluğa qayıtsa, demək onlar cəhənnəm əhlidirlər. Onlar daimi olaraq orada qalacaqlar. Allah ribanın bərəkətini məhv edər və sədəqələrin bərəkətini artırar. Allah küfrə və günaha qapılanları sevməz. İman gətirən, salih əməllər edən, namaz qılan və zəkat verənlərin əcirləri Rəbbiləri yanındadır. Onlar üçün heç bir qorxu yoxdur, qəmgin də olmazlar. Ey iman gətirənlər, qorxun Allahdan. Əgər doğrudan da möminsizsə, ribadan gələn gəlirdən əl çəkin. Belə etməsəniz, bilin ki, Allahın və onun Rəsulunun əleyhinə müharibəyə girmiş olursunuz. Tövbə etsəniz, sərmayə sizindir. Beləliklə, nə siz zülm edirsiniz, nə də sizə zülm olunur. Borclunun əli dara düşdükdə, vəziyyəti yaxşılaşana qədər ona möhlət verin. Doğrudan da borcunu verə bilmirsə, bilmək istəyirsinizsə, bilin ki, ona borcu bağışlamağınız sizin üçün daha xeyirlidir. Allaha tərəf qaydacağınız bir gündən qorxun. Hər kəsə qazandığı əməlin əvəzi veriləcək və onlara zülm olunmayacaqdır. Ey iman gətirən şəxslər! Müəyyən müddətə bir-birinizə borc verib, borc aldıqda onu yazın. Bunu aranızda bir katib ədalətlə yazsın. Katib Allahın ona öyrətdiyi yazmaqdan boyun qaçırmasın. Katib yazsın və borcda olan şəxs də imla edib yazdırsın. Rəbbi olan Allahdan qorxsun və ondan bir şey əskiltməsin. Borclu səfeh ya zəif uşaq və ya qoca olsa,
ya da imla etməyə qadir olmasa, onda gərək onun vəlisi ədalətlə imla etsin. Kişilərinizdən 2 nəfər şahid tutun. Əgər 2 kişi tapılmasa, razı olacağınız şahidlərdən bir kişi ilə 2 qadını şahid tutun ki, əgər onlardan biri unutsa, o birisi onun yadına salsın. Şahidlər çağırıldıqları zaman boyun qaçırmasınlar. Borc istər az olsun, istərsə çox, onun ödəniləcək vaxtını belə yazmağa ərinməyin. Sizin bu yazmağınız Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm, şək şübhəyə düşməməyinizə daha yaxındır. Lakin öz aranızda əldən ələ dolandırdığınız nağd ticarəti yazmamağınızda sizin üçün günah yoxdur. Hər halda alış-veriş etdiyiniz zaman şahid tutun. Heç bir katibə və şahidə zərər dəyməməlidir. Zərər yetirsəniz, əlbəttə, Allahın itaətindən çıxmış olarsınız. Qorxun Allahdan. Allah sizə təlim edir və Allah hər şeyi biləndir. Səfərdə olub katib tapa bilməsəniz, girov saxlamaq kifayətdir. Bir-birinizə etibarınız varsa, etibarlı sayılmış şəxs əmanəti ona qaytarsın və onun Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Onu gizlədən şəxsin qəlbi həqiqətən günahkardır. Allah etdiyiniz əməlləri biləndir. Göylərdəkilər və yerdəkilər Allaha məxsusdur. Ürəklərinizdə olanı istər aşkara çıxarasınız, istərsə gizlədəsiniz. Allah sizi onunla haqq hesaba çəkəcəkdir. Sonra isə Allah istədiyini bağışlayar və istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanıb, möminlərin də hamısı Allaha, onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirdilər və dedilər, biz onun peyğəmbərlərinin arasında fərq qoymuruq. Həm də dedilər, eşitdik və itaət etdik. Pərverdigara, sənin bağışlamağını istəyirik. Axırda sənin dərgahına qayıdacağıq. Allah heç kimi gücündən artıq vəzifələndirməz. Hər kəsin qazandığı yaxşı əməlin mənfəəti və ələ gətirdiyi pis əməlin zərəri özünə aiddir. Pərverdigara, bir hökmü unutmuşuqsa, ya səhvə düşmüşüksə, bizi sorğuya çəkmə. Pərverdigara, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır təkliflərə yükləmə. Pərverdigara, gücümüz çatmayan şeyi bizə daşıtma. Bizi əff et, bizi bağışla və bizə rəhm et. Sənsən bizim Mövlamız. Kafirlərə qələbə çalmaq üçün bizə kömək ol.
Ali İmran Suresi. Bağışlayan və mehriban Allahın adıyla. Əlif, Lam, Mim. Allah'tan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq odur. Sənə özündən əvvəlkiləri təsdiq edən kitabı haqq olaraq o nazil etdi. Tövratı da, İncili də o endirdi. Daha öncə insanları hidayət etmək üçün Furqanı da o nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz, qüvvət, intiqam sahibidir. Yerdə və göylərdə heç bir şey Allah'tan gizli qalmaz. Bətinlərdə sizə istədiyi surəti verən odur. O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur. Ya Muhammed, sənə kitabı nazil edən odur. Onun bir hissəsi möhkəm, mənası aydın, hökmü bəlli, digər qismi isə mütəşabih, mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan ayələrdir. Ürəklərində əyirlik olanlar fitnə fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların yozumunu Allah'tan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə biz onlara iman gətirdik. Onların hamısı Rəbbimizin dərgahındandır, deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şək şübhə salma. Bizə öz tərəfindən bir mərhəmət bəxş et. Çünki sən həqiqətən bəxş edənsən. Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan sənsən. Allah öz vədəsindən əsla dönməz. Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar. Bunların adəti Firon cəmaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir. Onlar bizim ayələrimizi təksib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı.
Allahın əzabı şiddətlidir. Ya Muhammed, kafir olanlara de, siz məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz. Necə də pis yerdir. İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Möminlər kafirlərin onlardan 2 qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu bəsirət sahiblərindən ötürü bir ibrət dərsidir. Qadınlar, uşaqlar, qızıl-gümüş yığanları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür. Gözəl dönüş yeri isə Allah yanındadır. Ya Muhammed, söylə, sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötürü orada pak olan zövcələr və Allah rizası vardır. Allah həqiqətən bəndələrini görəndir. O bəndələr ki, ey Rəbbimiz, biz həqiqətən iman gətirmişik. Günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru deyirlər. Onlar səbr edən, doğru olan, itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı bağışlanmaq diləyənlərdir. Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa, ədalətə boyun qoyaraq, o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir tanrı olmadığına şəhadət verdilər. Allah yanında din əlbəttə İslamdır. Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allahın hökmlərini inkar edən şəxslə şübhəsiz ki, Allah tezliklə haqq hesab çəkəcəkdir. Ya Muhammed, əgər onlar səninlə mübahisə edərlərsə, belədir. Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm. Kitab verilmiş şəxslərə və savadsızlara de, siz də təslim oldunuzmu? Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq tətbiq etməkdir. Allah şübhəsiz ki, bəndələrini görəndir. Ya Muhammed, Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver. O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır. Kitabdan özlərinə bir pay verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında
hökm vermək üçün Allahın kitabına dəvət olunurlar. Sonra onların bir qismi üz döndərir. Onlar dönüklük edənlərdilər. Bu onların cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz dediklərinə görədir. Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır. Elə isə şübhə edilməyən bir gündə onları topladığımız zaman halı necə olacaq? Hər kəsə qazandığının əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir. Ya Muhammed, de, ey mülkün sahibi olan Allah, sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız sənin əlindədir. Həqiqətən, sən hər şeyə qadirsən. Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız hesabsız ruzi verərsən. Möminləri buraxıb kafirləri dost tutmasınlar. Onlardan siz bir qorxu olunmayınca, bunu edən kəs Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız müstəsnadır. Allah sizi öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir. Ya Muhammed, de, ürəklərinizdəkini gizli saxlasanız, aşkara da çıxartsanız, Allah onu bilir. Çünki o göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir. Qiyamət günü hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə öz arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir. Çünki Allah bəndələrə mərhəmətlidir. Ya Muhammed, de, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir. Söylə, Allaha və Peyğəmbərə itaət edin. Üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz. Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir. Ya Muhammed, İmranın zövcəsinin, ey Rəbbim, bətinimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm, məndən qəbul et. Əlbəttə, sən eşidənsən, bilənsən dediyini xatırla. Onu doğduğu zaman, ey Rəbbim, mən qız doğdum söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. Mən onun adını Məryəm qoydum. Onu və onun nəslini məlun şeytandan sənə tapşırıram, dedi. Belə olduqda,
Rəbbi Məryəmi yaxşı qəbul etdi və onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyəyə tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzu olduğunu görərdi. Ya Məryəm, bunlar sənin üçün hardandır dedikdə, o Allah tərəfindəndir deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər. Zəkəriyya Rəbbinə dua edərək dedi, Ey Rəbbim, mənə də öz tərəfindən pak bir övlad bəxş et. Sən həqiqətən duaları eşidənsən. Zəkəriyya mehrabda ayaq üstə durub namaz qılarkən, mələklər ona müraciət edib dedilər, Allah sənə özü tərəfindən gələn kəlməni təsdiq edən ağa, nəfsinə hakim və əməli salihlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın xəbərini müjdə verir. Ey Rəbbim, üzərimə qocalıq çöktüyü və zövcəm qısır olduğu halda mənim necə oğlum ola bilər, söylədi. Allah isə, bəli, dediyin kimidir. Allah nə istəsə, onu edər, deyə buyurdu. Ey Rəbbim, mənə bir nişanə göstər dedikdə, sənin nişanən 3 günün ərzində adamlarla yalnız işarə ilə danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal və səhər axşam şəninə təriflər deyib şükr et, buyurdu. Ya Muhammed, xatırla ki, bir zamanlar mələklər belə demişdilər, Ya Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itayət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et. Ya Muhammed, bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar Məryəmi kim öz himayəsinə alacaq deyə qələmlərin atdıqları və bir-biri ilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin. Mələklər dedilər, Ya Məryəm, həqiqətən Allah öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa, Əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca, şərəfli və Allaha yaxın olanlardandır. O, beşikdəykən, yaşa dolduqdan sonra insanlarla danışacaq və salihlərdən olacaqdır. Məryəm, ey Rəbbim, mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər, dedikdə, Allah buyurdu, bəli, elədir. Allah istədiyini yaradır. O bir işin əmələ gəlməsini qərara aldıqda ona ancaq ol deyər. O da olar. Allah İsa'ya yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. Və onu İsrail övladına Peyğəmbər göndərəcək. Mən
həqiqətən Rəbbiniz tərəfindən möcüzə ilə sizə Peyğəmbər gəlmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib, ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadan gəlmə körləri, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək, sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin. Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə ona ibadət edin. Budur doğru yol. İsa onların küfrünü hiss etdikdə, Allah yolunda kim mənim köməkçim olacaqdır deyə soruşdu. Həvarilər dedilər, bizik Allahın köməkçiləri, biz Allaha inandıq, sən də təslim olduğumuza şahid ol. Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və Peyğəmbərinə tabe olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz. Onlar hiləyə əl atdılar. Allah da onların hiləsinə əvəz verdi. Allah hiləgərlərdən tədbirlidir. O vaxt Allah buyurdu, Ya İsa, həqiqətən mən sənin ömrünü tamam edib, öz dərgahıma qaldırıram. Səni kafirlərdən pak edərəm. Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə mənim hüzuruma qaydacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda mən hökm verəcəyəm. Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaq. İman gətirib, yaxşı işlər görənlərə gəldikdə isə, onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz. Ya Muhammed, bunları ayələrdən və hikmətlə dolu olan zikirdən sənə söyləyirik. Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yarattı. Sonra ona ol dedi. O da oldu. Ya Muhammed, şübhəsiz ki, sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma. Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de. Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib, yalançılara Allahın lənət etməsini diləyək. Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur.
Şübhəsiz ki, Allah qüvvət, hikmət sahibidir. Əgər onlar üz döndərərlərsə, əlbəttə ki, Allah fitnə fəsad törədənləri tanıyandır. Ya Muhammed, söylə, ey kitab əhli, sizlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin. Allahdan başqasına ibadət etməyək, ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin, indi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. Ey kitab əhli, nə üçün İbrahim barəsində höccətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir. Məgər başa düşmürsünüzmü? Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişmirsiniz? Əlbəttə, Allah bilir, siz bilməzsiniz. İbrahim nə Yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur. Kitab əhlindən bir dəstə sizi yolunuzdan saptırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan saptırırlar. Lakin onlar bunu dərk etmirlər. Ey kitab əhli! Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz? Ey kitab əhli! Nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz? Kitab əhlindən bir dəstə dedilər, möminlərə nazil edilənə günün əvvəlində inanın, həmin günün axırında isə onu inkar edin. Bəlkə üz döndərsinlər. Sizin dininizə tabi olanlardan başqa heç kəsə inanmayın. Ya Muhammed, onlara söylə, əlbəttə doğru yol Allahın yoludur. Sizə verilən şeyin bənzərinin başqa birisinə veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə de, həqiqətən neymət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah rəhməti ilə genişdir, o hər şeyi biləndir. O öz neymətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir. Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qintar əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar. Elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, ümmilərə görə bizə irad tutulmayacaq deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər. Xeyr, hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə,
şübhəsiz ki, Allah müttəqiləri sevər. Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət neymətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları pak etməz. Onları şiddətli bir əzab gözləyir. Onlardan bir zümrə də vardır ki, siz onların oxuduqlarını hesab edəsiniz deyə kitab oxuyan zaman dillərini o tərəf bu tərəfə əyirlər. Halbuki onların bu oxuduqları kitabdan deyildir. Onlar isə bunlar Allah tərəfindəndir, dedilər. Bunlar heç də Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara Allahı buraxıb mənə qul olun desin. Əksinə, o, öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində Rəbbani olun, deyər. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi? O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən sizə verdiyim kitab və bilikdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz deyə əhd almış və onlara buna təsdiq edib ağır olan əhdimi qəbul etdinizmi demişdi. Onlar da təsdiq etdik deyə cavab vermişlər. Allah elə isə şahid olun. Mən də sizinlə bərabər şahidlərdənəm, deyə buyurmuşdu. Bundan sonra üz döndərən kəslər fasiqlərdir. Necə ola bilər ki, onlar Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz ona təslim olmuşlar və onun hüzuruna qaydacaqlar. Ya Muhammed, söylə, biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və sair peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız ona təslim oluruq. Kim İslamdan başqa bir din ardınca gedərsə, o din heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar. İman gətirdikdən, Peyğəmbərin haqq olduğuna şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalimlər dəstəsini haqq yola istiqamətləndirməz. Onların cəzası həqiqətən Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır. Onlar bu lənət şərsində əbədi olaraq qalacaqlar.
əzabları əskilmədiyi kimi onlara baxılmayacaqdır. Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir. İman gətirəndən sonra kafir olan və küfürlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul edilməz. Azanlar məhz onlardır. Şübhəsiz ki, kafir olub, kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara heç bir kömək edən olmaz.